Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda düz xəttli, bərabər sürətli və dəyişən sürətli hərəkət mövzusundan ətraflı izah tələb edən tapşırıqlara baxacağıq. Sualı mən oxumayacağam, vaxt aparmasın deyə mən sadəcə izahları qeyd edəcəm. Birinci sualdan başlayaq. Sükunət vəziyyətindən dediyinə görə V0 bərabər 0 qeyd edirik. Təcili veriblər 4 sm/saniyənin kvadratı. Bunda metrə çevir, metr böl saniyənin kvadratına çevirmək lazımdır. 1 metr 100 cm olduğuna görə 100-ə böləcəyik 0,4 metr böl saniyənin kvadratı. 5-ci dəqiqənin sonu elə 5 dəqiqə deməkdir. Onu da saniyəyə çevirmək üçün 60-a vururuq. 300 saniyə. Sükunətdən başlayıb hərəkət V bərabər V0 plus AT-dir. V0 yoxdur. Sadəcə qalır V bərabər AT. A-nı verib 0,4, T-ni də verib 300. Cavabımız da olacaq 12. Deməli, sürətin tənliyini verib 2T üstəgəl 3. Biz bunu 3 üstəgəl 2T şəklində yazaq. Vx bərabər V0x plus AXT-dir də. Deməli, başlanğıc sürətin yerində 3 durub, təcilin proyeksiyası da 2-dir. Bərabər yeyinləşən bir hərəkətdir. Çünki başlanğıc sürətdə müsbətdir, işarəsi təcilində işarəsi, proyeksiyalarının işarəsi müsbətdir. Və olacaq 2-də sabit. Belə. Əgər sürəti istəsə, o da 3-dən başlayıb yeyinləşən bir hərəkət olacaq. Üçüncü sual. Sx bərabər 2T üstəgəl T kvadratı. Bunu belə yazırıq da V0xt plus AXT kvadratı böl 2. Deməli, başlanğıc sürətin proyeksiyası 2-dir. Təcilin də proyeksiyası burada 1 var, ancaq 2-yə vurmağı unutmuruq. 2-yə bölüb yazırlar. 2-dir. Cismin sürətinin proyeksiyasının zamananaslıq qrafikini çəkirik. Deməli, hər ikisinin işarəsi eyni olduğuna görə yeyinləşən bir hərəkət olacaq. 2-dən başlayıb x oxu istiqamətində yeyinləşir. V bərabər V0 plus AT. Başlanğıc sürət 2-dir, təcil 2. Zaman da tutaq ki 1 olsa görək sürət neçə olacaq? Yəni 1 saniyə sonra sürəti neçə olacaq? 4 olacaq burada. 4 yaza bilərik. Dördüncü sual. V0x-i bizə verib ki 4-dür. Koordinatın ən böyük x maksimum qiymətini hesablayın. Bura kəskin dönüş nöqtəsi olduğu üçün burada sürət 0 olacaq. Müəyyən bir başlanğıc sürətlə bura qədər yavaşlayan hərəkətdir. X oxu istiqamətində yavaşlayan bir hərəkətdir. Qrafik belədir də. Burada sürət 0-dır. Ona görə də x max'ı tapmaq üçün, yəni ki, yer dəyişməni tapmaq üçün, yer dəyişmədə də başlanğıc 0 nöqtəsindən başlayıb gəlir x maksimuma. Sx bərabər x çıxılsın x0. Burada da x-in yerində x maksimum durur. X0'daki 0'dır. 0 nöqtəsindən başlayır. Sx-in qiymətini tapmaq üçün belə düsturumuz var idi. V0x üstəgəl Vx bölü 2 vur t. Son sürət 0 olduğuna görə sadəcə qalır V0xt bölünsün 2. Son sürət 0'dır. Buradan da V0x-a tapa bilərik. 2sx böl t. Bizdən sx-i istədiyi üçün V0x-a tapmaq lazım deyil. Onsuz da onu verib 4 vurulsun 3. Həmin bu zamanı götürürük. Bura uyğun zamanı götürürük. Bölürük 2'ye. Dolur 6 metr. 5-ci sual. Burada təcilin proyeksiyası -6'dır. Kəskin dönüş nöqtəsində yenə də son sürət 0'dır. Və qrafikin bu hissəsi x oxunun əksi istiqamətində bir yeyinləşən hərəkətdir. Elə bil ki, başlanğıc sürəti 0 olan bir yeyinləşən hərəkətdir qrafikin bu hissəsi. Yer dəyişməsi də buradan bura qədər mənfi x maksimumdur. Çünki 0 minus x maksimum. Burada yer dəyişməsi elə x maksimumdur da modulca. Belə. Başlanğıc sürəti 0 olan bir yeyinləşən hərəkətdir. Ona görə də biz yaza bilərik sx bərabərdir axt kvadratı bölünsün 2. Belə hesablaya bilərik. X maksimum elə sx-ə bərabər olur burada. Belə. Sx çünki
son koordinat minus başlanğıc koordinatdır. Sonu 0'dır, başlanğıcı da x maksimumdur belə. Bu da olur mənfi x maksimum. Belə. Mənfi x maksimum. X oxunun əksi istiqamətində gedir çünki. İndi mən buraya yazıram mənfi x maksimum bərabərdir. Ax neçədir? Mənfi 6. Zamandakı yenə də 2'dir. Simetrikdir də. Elə bil buradan bura qədər də 2 saniyədir. Buradan bura qədər də yenə 2 saniyə olacaq. 2 kvadratı böl 2. Mənfiləri atsaq qalır x maksimum bərabərdir. 6 vurulsun 4 bölünsün 2. Bu da olur 12. Koordinat tənliyini verib başlanğıc koordinatın yerində 5 durur. Başlanğıc sürətin yerində 3 durur. Təcilin də yerində təbii ki 4 durur. X bərabər 4'dür. 2'ni vurduq 2'yə 4 elədi. Bərabər yeyinləşən hərəkətdir. Sürətin də proyeksiyası müsbətdir. Təcilin də proyeksiyası müsbətdir. 4'də sabit bir qrafik çəkəcəyik. Belə. 7-ci sualda bizdən orta sürəti soruşur. Orta sürətin ümumi düsturu S ümumi bölünsün T ümumidir. 4 saniyə ərzində 10 metr böl saniyə sürətlə gedib. Bizə zamanlar verib, bir də ki sürətlər verib. Ona görə də S ümuminin yerinə yazacağıq. V1, T1, üstə gəl V2, T2, aşağıda da zamanlar. Belə tapa bilərik. Və V1 10'dur, T1 4'dür. Sonraki sürəti 13'dür, zamanı da 6'dır. Aşağıda da zamanları cəmləməliyik. Bu da olacaq 11,8 metr böl saniyə. 8-ci sual. Yolun birinci yarısı deyirsə, ikinci yarısı deyirsə, deməli düsturumuz 2V1, V2 bölək, V1 üstə gəl, V2 olacaq. 2 vurulsun 10, vur 15. Aşağıda da sürətlərin cəmi 10 üstə gəl 15. Bu da olacaq 12 metr böl saniyə. 9-cu sualda isə yol 3 bərabər hissəyə bölünmüşdür. Onda düsturumuz belə olur. 3, V1, V2, V3. Aşağıda V1, V3, V2, V3 və V1, V2. Bir-bir bunları yazmalıyıq. 10, 60, 30. Bir dəfə 10'u 60'a vur. Cəmlə 10'u 30'a vur. Bir də 60'a 30'a vur. Cavab olacaq 20. 10-cu sual. Koordinat tənliklərini verib 2 saniyə sonra ikinci nöqtənin birinciyə nəzərən sürətinin modulu V2, 1. Bu da ikincinin sürət vektoru minus birincinin sürət vektoru deməkdir. Nisbi sürət deyəndə vektorial fərq başa düşülür. Aha. İndi biz tapmalıyıq ki 2 saniyə sonra birinci və ikinci cismin sürəti neçə olur? Birinci cismin gördüyünüz kimi bərabər sürətlə hərəkət etdiyinə görə 2 saniyə sonra da elə sürəti 2 olacaq. Koordinat tənliyini qeyd edirəm. x0 plus vxt. Bax, t-nin qarşısında duran onun sürətidir. Bərabər sürətlə hərəkət edir. Orada təcil yoxdur. Aha, ikincidə isə x2'nin tənliyi belədir. V0 yoxdur. Sadəcə axt kvadratı böl 2. Belədir tənlik. Təcili demək ki neçədir? 8'dir. V də bərabər at olduğuna görə belə çıxır ki 2 saniyə sonra onun sürəti 8 vurulsun 2. 16 olacaq. Deməli 2 saniyə sonra V2 16'dır. V1'dəki 2 olur onsuz da. V2 16, V1 2, 16'dan da 2'ni çıxanda qalacaq 14. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanın asılıq qrafiki verilmişdir. 6 saniyə müddətində cismin orta sürətini hesablayın. Birinci orta sürətin ümumi düsturunu yazırıq. S ümumi bölünsün T ümumi. S ümumini fiqurun sahəsindən tapaq. Daha sonra T ümumini də yerinə 6 yazaq və S ümumini T ümumiyə bölüb orta sürəti tapaq. Baxın, bura bu aşağıdakı bu hissə ilə üzbəyüz baxır. Bura 2'dir, burada 5'dir. 5'dən 2'ni çıxanda 3 qalır. Deməli, buranın ölçüsü 3 olacaq. Aşağı oturacaq 6'dır. Bir də hündürlüyü lazımdır. Hündürlüyü də 20 ilə paraleldir deyə 20'dir. Belə. İndi sahəsini yazırıq. Yuxarı oturacaq 3, aşağı oturacaq 6, böl 2, vur hündürlükdə 20. Neçə eləyəcək?
90. Aha, deməli ümumi yol 90-dır. 6 saniyə ərzində fiqurun sahəsindən tapdıq. 90-ı da 6-ya böləndə aldıq 15. Sürət olur 15. Aha, hərəkət tənliyini verib. Başlanğıc koordinat 12-dir. Sürətin proyeksiyası -6-dır. Plus t kvadratı təcildə 2-dir. Cismin dayandığındakı koordinatı hesablayın. Nə vaxt dayanır? Sürəti 0 olanda. Son sürət 0 olmalıdır. Gəlin sürətin tənliyini buradan yazaq. Deməli Vx bərabərdir. Başlanğıc sürəti neçədir? -6. Təcili neçədir? Burada 1 var, amma 2-yə vururuq. Müsbət 2-dir. Belə. Tənliyimiz bu şəkildədir. Yəni Vx bərabərdir. Plus minus V0x plus minus axt. Aha, bunu bərabər eləyək 0-a. Buradan alırıq 2t minus 6 bərabər 0, t bərabər 3 saniyə sonra bu cisim dayanır. İndi mənə deyir ki, dayandığı andakı koordinatı tap. Onda da denəyəcəksiniz. Həmin bu t-ni aparıb bu koordinat tənliyində qoyasınız yerinə. Koordinatı istəyir. 3-ün kvadratı minus 6 bölü 3 üstə gəl 12. Bu da olacaq 3. Belə. 13-cü sualda yenə koordinat tənliyini verib. Vx bərabərdir. Başlanğıc sürət 8-dir. T-nin qarşısında duran. Təcildəki -2-dir proyeksiyası. Belə. Bu cisim neçə saniyə sonra dayanar? Bərabər elə 0-a. Son sürət 0 olsun. T bərabər olacaq 4-ə. 4 saniyə sonra dayanır. Yenə də dayandığındakı koordinatı soruşduğuna görə aparıb həmin bu T-ni burada yerinə yazacağıq. -10 üstə gəl 8 vur 4 minus 4-ün kvadratı. Bu da olacaq 6. 14-cü sualda bizə qrafik verib. Gördüyünüz kimi T oxundan uzaqlaşır. Yeyinləşən bir hərəkətdir. 0. Aha, bax burada T oxundan aşağıda yerləşdiyinə görə, yəni başlanğıc sürətin proyeksiyası mənfidir. X oxunun əksi istiqamətində bir hərəkətdir. X oxunun əksinə yeyinləşən bir hərəkət. Deməli biz də yer dəyişmədə çəkməliyik ki, X oxunun əksi istiqamətində yeyinləşən hərəkət olsun. Bu da bax belə olacaq. Əgər X oxu istiqamətində yeyinləşən hərəkət olsaydı, belə olsaydı, onda biz qrafiki belə çəkərdik. Deməli, başlanğıc sürət 0-dır və 4-cü saniyənin sonunda, yəni 4 saniyə sonra yer dəyişməni biz görürük, Sx-i görürük. Belə eləyə bilərik. Vxt bölünsün 2. Belə yaza bilərik. Başlanğıc sürət onsuz da 0-dır. Onda Vx də bərabər olacaq 2Sx böl T. Zamanın yerində 4 duracaq. 4 saniyə sonra bunun yer dəyişməsi nə qədər olur? Baxın, 0-dan gəlib 64-ə nə qədər yer dəyişmə eləyəcək? Son koordinat minus başlanğıc koordinat. Yəni 64 çıx 0. Eləyəcək 64. 2 vurulsun 64 bölünsün 4. Belə hesablaya bilərik. Bu da olacaq 32. 16-cı sualda bizdən ilk 9 saniyədə cismin yer dəyişməsini istəyir və X-in T-dən asılıq qrafikində fiqurun sahəsində mənfini də nəzərə alsaq yer dəyişməni tapa bilərik. Bir də bura baxın, qrafikin bu hissəsi ilə bu hissəsi simmetrikdir. Fikir versəz, burada 3-dür, burada 3-dür də, burada 6-dır, bu birisi tərəfdə 6-dır, -6-dır. Belə, simmetrikdir. Yəni bunlar bir-birlərini aparacaqlar, bunların cəmi 0 eləyəcək. Onda bir dənə buranı tapsaq, bizə yer dəyişməni tapmağa kifayət eləyir. Bax, bura. Bura lazımdır vəssalam. Bu fiqurun sahəsi lazımdır bizə. 6 ilə 9-un arası 3-dür. Bura 3-dür. Buradakı, bu məsafədəki -6-dır. Bölürsən 2-yə. Bu da olacaq -9. Yer dəyişməsinin qiymətini tapdıq. Amma modulunu istəyirsə, deməli cavab 9 olacaq. Çünki modulunu istəyir. İndi də qaldı proyeksiyanı çəkmək. Qrafiki çəkmək. Deməli, qrafik əvvəlcə X oxu istiqamətində bir yavaşlayan hərəkət göstərir. Biz də onu çəkirik. X oxu istiqamətində yavaşlayan. Bura yazıram 3 saniyə. Sonra isə X oxunun əksi istiqamətində yeyinləşir. Yəni, simmetrik olaraq belə çəkirəm. X oxunun əksinə yeyinləşsin. Bura yazıram 6 saniyə. Sonra nə edir? Sonra X oxunun əksinə yavaşlayır. Bu hissədə X oxunun əksi istiqamətində yavaşlayır. Deməli, qrafikin bu hissəsi belə davam edəcək. Yavaşlayan. Həm də X oxunun əksinə. Deməli, sürətlərdən biri 3V-dir. Biri də V-dir. Aha. Eyni istiqamətdə hərəkət edirlər. Onda nisbi sürət nə olacaq?
3V eyni istiqamətdə olanda çıxırıq, alır 2V. İndi mənə deyir ki, hər iki cismin sürətini 2 dəfə artır. 3V-ni 2 dəfə artıranda 6V olacaq. V-ni də 2 dəfə artıranda 2V olacaq. İndi də 6V-dən 2V-ni çıx. Bu da eləyəcək 4V. Əvvəl nisbi sürət 2V idi, sonra oldu 4V. Necə dəyişdi nisbi sürət? 2 dəfə artdı. 18-ci sual. Yerdəyişmənin zamandan asılıq qrafikini verir və bizə deyir ki, sürətin proyeksiyasının zamandan asılıq qrafikini çəkin. Bir baxaq. Bu hissə necə hərəkətdir? X oxu istiqamətində bərabər yavaşlayan hərəkətdir. Birinci X oxu istiqamətində yavaşlayan hərəkəti çəkdim. T1 müddətində müəyyən bir V0 başlanğıc sürətlə yavaşlayır. Sonra ümumiyyətlə bu hissədə hərəkət yoxdur. Baxın, yerdəyişmə stabil qalır. Yoxdur. Heç bir yerdəyişmə icra olunmamışdır. Eyni bir nöqtənin üzərində dayanır. Ona görə də o hissədə sürət sıfırdır. Sürət yoxdur, ona görə yerdəyişmə olmayıb. Və daha sonra baxın bura. X oxunun əksi istiqamətində yeyinləşəndə sıfıra sürüşdürsəz görə bilərsiniz. X oxunun əksinə yeyinləşən hərəkətdir. Deməli, T-dən uzaqlaşacaq, amma X oxunun əksinə. Yəni, qrafik T oxundan aşağıda olacaq. 19-cu sualda cismin sürətinin proyeksiyasının zamanın asılıq qrafikini verib. Gördünüzsə, hamısı yeyinləşən hərəkətdir. Burada da sürət artır, burada da sürət artır, burada da sürət artır. Fərqi nədir? Fərq ondadır ki, bucaqlara baxın. Bucaq get-gedə azalır. T oxu ilə əmələ gələn bucaq get-gedə azalır. X bərabərdir. Vx çıxılsın V0x bölünsün T. Təcil nə vaxt çox olar? Sürət dəyişməsi çox olsun. Amma zaman az olsun. Birincidə təcil çoxdur. Üçüncüdə isə zaman çox, amma sürətin dəyişməsi azdır. Ona görə üçüncü hissədə təcil azdır. Və yaxud da bucaqla deyə bilərsiniz ki, bu tangens alfanı verir bizə. Təcil. Bucaq nə qədər böyükdürsə, təcil o qədər çoxdur. Ona görə biz belə çəkəcəyik. Əvvəlcə çox təcil olacaq. Sonra yavaş-yavaş o təcil azalır. Belə. Yeyinləşən hərəkətdə hamısı yeyinləşəndə sadəcə bir var ki, sürətin birdən-birə 10-dan 15-ə, sonra 20-yə qalxsın. Bir də var ki, sürətin 10-dan 12-yə, sonra 14-ə, 16-ya qalxsın. Yəni, dəyişməsi bir qədər azdır. 20-ci sual. Sükunətdən başlayıb yenə də başlanğıc sürət sıfırdır. Hərəkətin təcilinin proyeksiyasını istəyir. Sx bərabərdir. Ax t kvadratı bölü 2 yaza bilərik. Başlanğıc sürət yoxdur. Buradan ax-ı tapsaq, 2sx bölünsün t kvadratını verəcək bizə. Deməli, indi yer dəyişmə. Bax, başlanğıc koordinatı 5-dir. Əgər sən zamanı 10 götürürsənsə, son koordinatı da 15 götür. Bura 10 yazıram. Zaman da kör 10'dur da onun kvadratı. Belə. 20 bölünsün 100. 0,2-də bizim təcilimiz olacaq. 21-ci sual. Yenə də başlanğıc sürət sıfırdır və biz sx bərabər axt kvadratı bölü 2-dən istifadə edə bilərik. Ax'ı buradan tapsaq belə verəcək bizə və zamanı 10 götürsək, başlanğıcı 5-dir, sonu 25-dir. 25-dən 5-i çıxanda qalır 20. 2 vurulsun 20 bölünsün, zamanda 10 götürmüşük. Onun kvadratı 100, 0,4 verəcək. 22-ci sual. Orta sürəti soruşur. Orta sürətin ümumi düsturu olan nisbətidir. İndi burada V orta bərabərdir. S1-in yerinə yazacağım. Yolun 3'də 2 hissəsini gedib. 3'də 2 S plus qalın hissədə 3'də 1 qalır da 3'də 1 S belə. Yol 3'də 2 və 3'də 1 olmaqla 2 hissədən ibarətdir. Aşağıda zamanın yerinə zaman yoxdur da. T bərabər S bölü V düsturundan istifadə edə bilərik zamanın yerində. T1'in yerinə yazacağıq. 3'də 2 S bölünsün 4. Burada sürət 4 olub da. T2'nin yerinə yazacağıq. 3'də 1 S bölünsün 6. Belə. Və bunu hesablamalıyıq. Yuxarıda S verəcək. Aşağıdakı 12'də 2S, 18'də 1S. Bunları ixtisar aparsaq 6'da S qalır. Ortaq məxrəci gətirəcək olsaq, 6'nı 3'ə vuranda 18, yuxarıda 3S, 18'də S. Bu da verəcək
S bölünsün 18'də 4S. S-lər ixtisarı gedir. Bölmək də tərsinə vurmaq deməkdir. Yəni ki, 1 bölünsün 18'də 4, 18 böl 4 deməkdir də. Bu da bizə verəcək 4,5. Deməli, 23-cü sualda birinci müddəti tapaq görək çayın nə qədər müddətə keçəcəklər. Çayın eni 40-dır. Fikir versəz, hər ikisinin sürətinin y oxuna görə proyeksiyası elə 2 damadır. Birincinin sürəti budur, 2 dama. İkincinin də sürətinin y oxuna proyeksiyası vy, o da 2 damadır. Yəni hər ikisi eyni zamanda keçəcəklər. Sürətin y oxuna proyeksiyası eynidir. Hər damanın da qiymətini verib 0,2. 0,2-ni də 2-yə vuranda olacaq 0,4. Bu da eləyir 100 saniyə. Belə 100 saniyədə keçirlər. İndi x oxuna proyeksiyalarına baxaq. Sürətləri çayın sürəti ilə toplayaq. Birincinin sürətini çayın sürətindən toplayanda bax, bu verir bizə. Həmin bu. Cəm vektoru budur. Birincinin yerə nəzərən, sahilə nəzərən sürətinin yekun istiqaməti belədir. Bunun da x oxuna proyeksiyasına baxsaq, bir damadır. Bir dama. Bir damada 0,2'dir. Yəni 0,2 vurulsun zaman da 100'dür. Bu da bizə verəcək 20. Aha. İkinci üçün çayın sürətini sonuna köçürsək, cəmləmək üçün sonuna köçürmək lazımdır. Bu vektoru verəcək bizə. Belə. Aha. Bu vektorun x oxuna proyeksiyası isə baxın 2 damadır. Yəni 2 vurulsun 0,2. Bu da bizə verir 0,4. Sürətin x oxuna proyeksiyası 0,4 vur zamanda 100. Bu da eləyəcək 40. Belə. Mənə deyir ki, sahilə çatdıqları nöqtələr arasında məsafə neçə metr olar? Biri 20, biri də 40 nöqtəsində çatıb. 40-dan da 20-ni çıxacam, alacam 20. 24-cü suala baxırıq. Başlanğıc sürətini istəyir. V0'ı tapmağımızı istəyir. Aha. Yer dəyişməsinin modulunu zamandan asılı qrafiki verilmişdir. Yeyinləşən bir hərəkətdir. Və burada biz yaza bilərik. 1 saniyədə tənliyi yazsaq, 1 saniyədə 2 metr yer dəyişmə eləyib. Deməli, x bərabərdir v0xt plus axt kvadratı bölünsün 2'dir. Deməli, 2 bərabər olacaq. V0 vurulsun zaman 1 üstə gəl. A vurulsun yenə də zaman 1 böl 2. Daha sonra bura baxaq. 2 dənə tənliyi yazacağıq çünki. Burada 6 metr yer dəyişməsi var. V0 vurulsun zaman 2. A vurulsun 2'nin kvadratı 4 böl 2. A'ları eyniləşdirib sonra çıxaq. Çünki biz A'nı da bilmirik, V0'ı da bilmirik də. Tənliklərdə 2 dənə məchul var. Elə eləyək ki, A'lar getsin. Burada 2A verir bizə. O birisində də A böl 2. Yəni 2 bərabər V0 üstə gəl A böl 2'dir. Birinci tənlik. İkinci tənlikdəki 2V0 üstə gəl 2A'dır. Onda mən birinci tənliyin hər tərəfini 2'yə vursam, yox 2'yə vurmayayım, 4'ə vurum, hər tərəfini 4'ə vurum. Bunda 4'ə vurum, bunda. Belə. Bunda belə olacaq. 4 vurulsun 2, 8 bərabərdir 4V0 üstə gəl 2A. Yuxarıdakı tənlik, aşağıdakı 6 bərabərdir 2V0 üstə gəl 2A. İndi çıxa bilərəm. İndi çıxsam ancaq sürətlər qalacaq. Deməli, yuxarıdan aşağına çıxaq. 8'dən 6'ın çıxanda 2 qalır. 4'dən 2'nin çıxanda 2V0 qalır və A'lar da gedir. Buradan da alırım V0 bərabər 1. 1 metr böl saniyə. Sükunət vəziyyətindən başlayıbsa V0 0'dır. Bu cismin sürətinin proyeksiyasını zamanın asılı qrafikini çəkməyimizi istəyir. Yaxşı. Əvvəlcə x oxu istiqamətində yeyinləşən hərəkətdir. Çünki təcilin proyeksiyası müsbətdir.
Sükunətdən başlayıb yeyinləşir. Belə. 4 saniyə sonra da sürəti neçə olacaq? 2 vur 4, 8. V bərabər AT-dən 2-ni 4-ə vuranda 8 verir. Daha sonra isə fikir verin qrafikə simmetrikdirlər. Bax, bura ilə bura simmetrikdir. Burada da 4 saniyə keçib, burada da 4 saniyə keçib. Bura 2-dir, burada -2. Deməli, bu təzədən qayıdacaq belə, yavaşlayacaq. Burada yazıram 8. Mənim qrafikimdir. Əvvəl yeyinləşir, sonra yavaşlayır. Belə. 4 saniyə zaman müddətindəki yer dəyişməsini də istəsə, bax, bu fiqurun sahəsini tapırıq. Yəni ki, 8 vur 4 böl 2. Bu da eləyəcək 16. Yəni 16. Deyir ki, 26-cı sualda cisim 0T1 müddətində x oxu istiqamətində bərabər sürətlə hərəkət edir. Çəkək. Sabit sürət T1. Daha sonra T1, T2 müddətində x oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Onu da çəkək. X oxu istiqamətində get-gedə sürət azalsın. T2, T3 zaman müddətində x oxun əksi istiqamətində modulca eyni təcillə bərabər yeyinləşən hərəkət edir. Deməli, qrafikimiz simmetrik olacaq. Eyni təcil istəyirdi çünki. Belə. Burada B0x, burada mənfi B0x. Burada T3. Belə. 27. 2 metr böl saniyə başlanğıc sürətlə bərabər yeyinləşən hərəkət edən cismimiz var. Cismin sürətini 6 metr böl saniyəyə qədər artırdıqda 8 metr yer dəyişmə elədi. V0 2-dir, V-dəki 6-dır. Burada 8 metr yer dəyişmə eləyir. S, x bərabər 8 metr. Sonra bu cisim sürətini həmin başlanğıc sürətdən, ikinci halda yenə də başlanğıc sürət 2-dir. Amma son sürət 10-dur. Artırdığı zaman müddətində nə qədər yer dəyişmə eləyir? Bu dəfə bizdən S-i soruşur. Bərabər yeyinləşəndirsə, deməli A-sı konstantdır. Hər iki halda A sabit qalıb. Onda birinci tənlikdən yazaq. 8 bərabərdir son sürətin kvadratı minus başlanğıc sürətin kvadratı 2-nin kvadratı 4 bölünsün 2A. Olacaq 32 bölünsün 2A. 16 bölünsün A bərabərdir 8. A da bərabər olacaq 2. Təcil tapdım 2. İndi Sx bərabərdir. Son sürət bu dəfə 10-dur. Kvadratı 100. Başlanğıc sürət 2-dir. Kvadratı 4. Bölünsün 2A. 96 bölünsün 4. Bu da 24. Düsturumuz buydu. Son sürətin kvadratı minus başlanğıc sürətin kvadratı bölünsün 2A. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasını verib 6 minus 2-dir. Yavaşlayan hərəkət eləyir. T bərabərdir. 0-a bərabər eləsək 3 saniyə sonra dayanır. 3 saniyə sonra gəlib T oxunu kəsəcək. Yavaşlayan bir hərəkət eləyir. Başlanğıc sürəti 6-dır. Belə çəkirəm. 6-dan başlayır. 3 saniyə sonra son sürəti 0 olur. Mən nə deyir ki, 5 saniyə müddətində deyir nə qədər yol gedər. Buralara bir yerə 5 yazıram. Və 5 saniyə sonraki bir dənə sürətini də tapaq. X bərabərdir 6 minus 2 vur 5. Mənfi 4. Burada yazaq mənfi 4. İndi yol tapa bilərik. Yol tapmaq üçün fiqurların sahəsi lazımdır bizə. Bir bu fiqurun sahəsi 6 vurulsun 3 böl 2. Bir də yolda mənfini götürməyin. Bir də bu fiqurun sahəsi. 3 ilə 5-in arasında 2. Burada burayla paraleldir. 4 mənfisiz. Böl 2. 9, 4. 13. Cisim 5 saniyə müddətində bərabər sürətlə hərəkət edərək A-dan B-yə gəlir. Onun sürətinin modunu hesablayın. Vx bərabərdir. X çıxılsın x0 böl t. X budur bax. Y də budur. X budur. Y də budur.
Deməli, -2-dən gəlir 6-ya. X-lara baxın ancaq. Sonu 6 minus başlanğıcı -2. Zamanda 5. Bu da eləyəcək 8 bölünsün 5. Y də bərabərdir. Y çıxılsın. Y0 böl-T. Son Y neçədir? 1. Başlanğıc Y -5. Zamandakı 5. Bu da eləyəcək Y bərabərdir 6 bölünsün 5. Aha. V isə bərabər olur kökün altında Vx-in kvadratı üstə gəl Vy-in kvadratı. Yəni 8 böl 5-in kvadratı plus 6 böl 5-in kvadratı. Bu da eləyəcək 2. Biz elə bil ki, surətin 2 dənə proyeksiyasını aldıq. 8 bölünsün 5, bir də 6 bölünsün 5. Və bizə də surətin özü lazımdır. Ona görə də bunları kökün altında cəmləyirik. Pifaqor teoremində olduğu kimi. Koordinat tənliyini verib başlanğıc koordinatı 20-dir, surətin proyeksiyası 6-dır, təcilin proyeksiyası da 2-dir, -2-dir. Müşahidə başlanan andan keçən 5 saniyə müddətində cisim necə hərəkət edir? Surətin tənliyinə keçək. 6 minus təcil 2. Belə. Və neçə saniyə sonra dayanar, son sürəti 0 olar? 3 saniyə sonra dayanacaq. İndi qrafiki çəkirəm. Daha yaxşı görmək üçün. Burada 0. Başlanğıc sürəti 6-dır. 3 saniyə sonra son sürəti 0 olur. Mənə deyir 5 saniyə müddətində necə hərəkət edir? 5 də buralarda bir yerdədir. Əvvəlcə yavaşlayan hərəkət eləyir. Sonra T oxunu kəsir. Elə bir ki, sürəti 0 olur, istiqamətini dəyişir. Sonra 3-dən 5-ə qədər də, 3 saniyədən 5 saniyəyə qədər də yeyinləşən hərəkət edir. Yəni, əvvəlcə bərabər yavaşlayan, sonra bərabər yeyinləşən. X oxu üzrə hərəkət edən cismin qrafiki verilir. Deyir ki, cismin hərəkət istiqaməti və təcilinin proyeksiyasının işarəsi dəyişmişdir. Hərəkət istiqamətinin dəyişməsi üçün T oxunu kəsib keçməlidir. Bir bu nöqtə, yəni dayanır, sonra dönür. Bir də bu nöqtə. T2 ilə T4-də hərəkət istiqamətini dəyişir. Belə. Təcillə baxaq. Deməli, bir-bir yazıram. Bax, burada sürətin proyeksiyası mənfidir. Hərəkət yeyinləşən olduğu üçün gərək təcildə sürətlə eyni işarəli olsun, yəni mənfi olsun. Bu yavaşlayan hərəkətdir. Sürətin proyeksiyası mənfidir. Təcil müsbət olmalıdır ki, yavaşlayan hərəkət olsun da. Axı, bu yavaşlayandır bura. Daha sonra bura baxsaz, bu hissəyə baxsaz, sürətin proyeksiyası müsbətdir. Təcil də müsbət olmalıdır ki, hərəkət yeyinləşən olsun. İndi bu hissəyə baxırsınız. Yavaşlayan hərəkətdir. Sürət müsbətdir. Amma yavaşlayan olduğu üçün təcil mənfi olmalıdır. Və sonuncu bu hissə qaldı. Bu da yeyinləşən hərəkətdir. Sürət mənfidir. Amma yeyinləşən olduğu üçün gərək təcil də mənfi olsun ki, hərəkət yeyinləşən olsun. Bunlar eyni işarəli olsunlar. Deməli, mənfi idi, sonra oldu müsbət. Sonra müsbət idi, burada da müsbətdir hələ ki. Buradan sonra yenidən mənfi olur, bax. Müsbətdən keçir mənfiyə, hansı anda? T3 anında. Sonra burada yenə mənfidir və mənfi olaraq da davam edir. T1, T3 anında elə bil ki, təcilin işarəsi dəyişir. Ümumiyyətlə deyə bilərsiniz ki, qrafik ağzı aşağı gedəndə təcil mənfidir, proyeksiyası. Ağzı yuxarı gedəndə, bax, bu hissədə təcilin proyeksiyası müsbətdir. Sonra yenə ağzı aşağı gedən bir qrafikdə təcilin proyeksiyası mənfidir.